Bakıda Türk Dövlətləri Təşkilatı xəritə çəkmə qurumları rəhbərlərinin ikinci iclası keçirilib. Bəyannamə qəbul edilib. İclasda Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Geodeziya və Kartografiya Agentliyinin nümayəndələri, digər aidiyyatı qurumların və Türk Dövləti Təşkilatına üzv ölkələrin mütəxəssisləri Türk Dünyası Təşkilatı Xəritəçilik İşçi Qrupunun 30 sentyabr 1 oktyabr 2024-cü il tarixlərində Ankarada keçirilmiş birinci iclasında müəyyən edilən hədəflərin icra vəziyyəti, əməkdaşlığın gücləndirilməsi, yeni hədəflərin müəyyənləşdirilməsi və onların həyata keçirilməsi imkanlarını müzakirə ediblər. Bakıda Türk Dövlətləri Təşkilatının Xəritəçilik İşçi Qrupunun ikinci iclası keçirilib. İclasda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə, eləcə də müşahidəçi statusunda olan Macarıstan və Şimali Kipr Türk Respublikasının geodeziya, kartografiya, yer quruluşu, kadastr, yerin məsafədən tədqiqi və coğrafi informasiya sistemləri üzrə müvafiq qurumlarının nümayəndələri iştirak edib. Azərbaycan tərəfi iclasa Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, eyni zamanda Nazirliyin yanında Geodeziya və Kartografiya Agentliyinin nümayəndələri, həmçinin digər aidiyyatı qurumların mütəxəssisləri ilə qatılıb. Toplantıda Xəritəçilik İşçi Qrupunun 30 sentyabr 1 oktyabr 2024-cü il tarixlərində Ankarada keçirilmiş birinci görüşündə müəyyən edilən hədəflərin icra vəziyyəti və gələcəkdə bu sahədə əməkdaşlığın gücləndirilməsi, yeni hədəflərin müəyyənləşdirilməsi və onların həyata keçirilməsi imkanları nəzərdən keçirilib. Bildiyiniz kimi, növbəti Türk dövlətlər çərçivəsində bunun böyük əhəmiyyətlərindən biri də Türk dövlətlər çərçivəsində vahid xəritələrin hazırlanması, vahid şərti işarələrin hazırlanması, türk dilli toponimlərin, hidronimlərin vahidləşdirilməsi üçün tərəfimizdən toplantılar keçirilir, müəyyən məsələlər həllini tapır və o da çox önəmlidir. Artıq Türk Dövlətlər Təşkilatının xəritəsinin hazırlanmasına başlanıbdır. Yaxın gələcəkdə bu xəritənin təqdimatı ictimaiyyətimiz üçün təqdim olunacaqdır ki, bu da çox önəmlidir. Sevindiricidir ki, Azərbaycan sədrliyi dövründə buradakı ikinci xəritə çəkmə institutlarının rəhbərlərinin görüşünü keçiririk. Oktyabr ayında Qəbələdə tarixi bir sammit keçirmişdik. Bundan sonra sədrliyi Azərbaycan Respublikasına keçdi və bu çox önəmli bir hadisədir. Tarix boyunca xəritələrimiz üçüncü tərəflər tərəfindən hazırlanırdı. İndi isə xəritələrimizi özümüzün hazırlamağın vaxtı gəldi və bu böyük bir uğurdur. Bugün bütün xəritə sahəsi üzrə mütəxəssislər və ekspertlər bu şəhərdə toplaşıb və önəmli işlər həyata keçirəcəklər. Növbəti il isə görüşlərini Qazaxıstanda davam etdirəcəklər. Azərbaycan olaraq biz xəritəçilik, geodeziya və GIS sahələrində əməkdaşlığın daha da inkişaf etdirilməsinə xüsusi önəm veririk. Rəqəmsal ekoloji informasiya platformalarının yaradılması, təbii ehtiyatların xəritələşdirilməsi, torpaq örtüyü, ekosistem dəyişikliklərinə dair vahid yanaşmalar təşkilat ölkələrinin qarşısında duran ortaq çağırışlardır. Geodeziya, kartografiya, coğrafi informasiya sistemləri sayəsində birgə fəaliyyət ölkələrimiz üçün yeni imkanlar açır. Xüsusilə 2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Ətraf Mühit Günü və Ümumdünya Şəhər Salma Forumu öncəsi bu sahədə əməkdaşlığın güclənməsi böyük əhəmiyyət daşıyır. Bu, həm də Azərbaycanın ətraf mühitin qorunması və davamlı inkişaf istiqamətində ardıcıl addımlar attığını bir daha göstərir. Qeyd edək ki, təşkil olunan tədbir 2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Ətraf Mühit Günü və Ümumdünya Şəhər Salma Forumu ərəfəsində ölkəmizin geodeziya, kartografiya və coğrafi informasiya sistemləri sayəsində əməkdaşlığını gücləndirməklə yanaşı, ətraf mühitin mühafizəsi və davamlı idarə olunması naminə atdığı ardıcıl addımları nümayiş etdirir.